Dostlar, salam. Səhər oyanan kimi bir stəkan su içirsiniz? Yoxsa bu vərdiş sizə heç vaxt maraqlı olmayıb? Son illərdə sosial şəbəkələrdə və internetdə bir fikir çox yayılıb. Deyirlər ki, səhər ac qarnına su içmək bədəni təmizləyir, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir. Hətta bəzi insanlar bunu demək olar ki, möcüzəvi üsul kimi təqdim edirlər. Bəs həqiqət nədir? Səhər ac qarnına su içmək həqiqətən faydalıdır? Yoxsa bu sadəcə şişirdilmiş bir vərdişdir? Bugün məhz bu mövzudan danışacağıq. Səhər su içmək orqanizmə nə edir? Hansı faydalar ola bilər? Hansıları isə mifdir? Və bu vərdiş hər kəs üçün uyğundurmu? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şeyi başa düşək. İnsan bədəni gecə ərzində də işləməyə davam edir. Biz yatarkən nəfəs alırıq, tərləyirik. Maddələr mübadiləsi davam edir və bu müddətdə müəyyən miqdarda maye itiririk. Məhz buna görə səhər oyandıqda orqanizmdə müəyyən dərəcədə susuzluq yarana bilər. Bu tam normal vəziyyətdir. Elə buna görə də səhər su içmək bir çox insan üçün faydalı ola bilər. Çünki itirilmiş mayenin bərpasına kömək edir. Amma burada vacib məqam var. Bu, orqanizmin zəhərlərdən təmizlənməsi demək deyil. Çox insan düşünür ki, səhər su içən kimi bədən xüsusi detoks prosesinə başlayır. Halbuki sağlam insanlarda bu işi artıq böyrəklər və qaraciyər görür. Onlar gecə-gündüz fasiləsiz işləyirlər. Yəni bədənimizin əsas təmizləyici sistemi xüsusi içkilər deyil, öz orqanlarımızdır. İndi isə gəlin ən məşhur iddialardan birinə baxaq. Səhər su içmək metabolizmi sürətləndirirmi? Müəyyən qədər bəli. Araşdırmalar göstərib ki, su qəbulundan sonra enerji sərfiyyatında kiçik artım müşahidə oluna bilər. Amma bu artım insanların düşündüyü qədər böyük deyil. Yəni təkcə səhər su içərək arıqlamaq mümkün deyil. Əgər qidalanma dəyişmirsə, hərəkət artmırsa və ümumi həyat tərzi eyni qalırsa, bir stəkan su möcüzə yaratmayacaq. Bu çox vacib məqamdır. Çünki sosial mediada bəzi insanlar suyu sanki yağ əridən vasitə kimi təqdim edirlər. Halbuki reallıq daha fərqlidir. Su faydalıdır. Amma yağ yandıran dərman deyil. Başqa bir maraqlı məqam isə iştaha ilə bağlıdır. Bəzi insanlar səhər su içdikdən sonra özlərini daha tox hiss edirlər. Bu da gün ərzində həddindən artıq qida qəbulunun qarşısını müəyyən qədər ala bilər. Amma yenə də bu təsir insandan insana dəyişir. Hər kəsdə eyni olmur. İndi isə başqa məşhur bir fikrə baxaq. Deyirlər ki, səhər su içmək bağırsaqları işə salır. Burada müəyyən həqiqət var. Çünki bəzi insanlarda su qəbulu bağırsaq hərəkətlərini stimullaşdıra bilər. Xüsusilə qəbizliyə meyilli insanlarda. Amma yenə də bu hər kəsdə eyni olmur. Bir insan səhər su içəndən sonra rahatlıq hiss edə bilər. Digərində isə heç bir fərq olmaya bilər. Çünki bağırsaqların fəaliyyəti yalnız su ilə müəyyən olunmur. Qidalanma, lif qəbulu, hərəkət və ümumi sağlamlıq vəziyyəti də rol oynayır. Bir şey də unutmayaq. Bəzi insanlar səhər oyanan kimi qəhvə içirlər. Su isə günün daha sonraki hissəsinə qalır. Bu isə həmişə ideal seçim olmaya bilər. Çünki orqanizmin gecə itirdiyi mayenin yerinə qoyulması vacibdir. Məhz buna görə bir çox mütəxəssis səhər ilk olaraq su içməyi tövsiyə edir. İndi isə başqa maraqlı suala keçək. Su soyuq olmalıdır, yoxsa ilıq? Bu barədə çoxlu fikirlər mövcuddur. Bəzi insanlar yalnız ilıq suyun faydalı olduğunu deyirlər. Digərləri isə soyuq suya üstünlük verirlər. Əslində sağlam insan üçün əsas məsələ suyun temperaturu deyil, su içməkdir. Əgər ilıq su sizə rahatdırsa, istifadə edə bilərsiniz. Əgər otaq temperaturunda su daha rahatdırsa, bu da normaldır. Bu mövzuda möcüzəvi üstünlük sübut olunmayıb. Növbəti hissədə isə daha maraqlı suallara cavab verəcəyik. Limonlu su həqiqətən daha faydalıdırmı? Səhər çox su içmək zərər verə bilərmi? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin, səhər ac qarnına su içməklə bağlı ən çox danışılan digər mövzulara baxaq. Çünki internetdə bu barədə minlərlə fərqli fikir var. Məsələn, limonlu su. Bir çox insan düşünür ki, adi su yaxşıdırsa,
limonlu su ondan qat-qat yaxşı olmalıdır. Bəs bu doğrudurmu? Əslində limonlu suyun müəyyən üstünlükləri ola bilər. Limonun tərkibində C vitamini və müxtəlif bioloji aktiv maddələr mövcuddur. Bu səbəbdən bəzi insanlar limonlu su içməyi sevirlər. Amma vacib məqam budur. Limon əlavə etmək suyu möcüzəvi içkiyə çevirmir. Bəzən sosial mediada limonlu su haqqında çox şişirdilmiş məlumatlar paylaşılır. Deyilir ki, qaraciyəri təmizləyir, yağları əridir, orqanizmdəki bütün toksinləri xaric edir. Halbuki bu iddiaların əksəriyyəti elmi olaraq sübut olunmayıb. Limonlu su xoş ola bilər. Bəzi insanlar üçün rahat ola bilər, amma sağlam həyat tərzinin yerini tutmur. İndi isə başqa vacib suala baxaq. Səhər nə qədər su içmək lazımdır? Bu sualın hamı üçün eyni cavabı yoxdur. Çünki insanların yaşı, çəkisi, fiziki aktivliyi, hava şəraiti və ümumi sağlamlıq vəziyyəti fərqlidir. Bəzi insanlar bir stəkan su ilə özlərini yaxşı hiss edirlər. Digərləri isə bir qədər artıq su içə bilirlər. Əsas məsələ orqanizmi məcbur etməməkdir. Bəzən insanlar internetdə oxuyurlar ki, səhər mütləq 1 litr və ya 2 litr su içmək lazımdır. Sonra özlərini buna məcbur edirlər. Halbuki həddindən artıq su qəbulu da hər zaman faydalı deyil. Xüsusilə qısa müddətdə çox miqdarda su içmək bəzi hallarda problemlər yarada bilər. Ona görə əsas prinsip sadədir: susuzluğu qarşılamaq və orqanizmin siqnallarına diqqət etmək. İndi isə başqa bir mifə baxaq. Səhər ac qarnına su içən insanlar daha sağlam olur. Bu fikir bir qədər sadələşdirilmiş yanaşmadır. Çünki sağlamlıq yalnız bir vərdişdən asılı deyil. Təsəvvür edin ki, insan səhər su içir, amma gün ərzində çox az hərəkət edir, pis qidalanır, az yatır, siqaret çəkir. Bu halda təkcə səhər su içmək sağlamlığı qorumağa kifayət etməyəcək. Digər tərəfdən bir insan səhər su içməsə belə, düzgün qidalanırsa, idman edirsə, normal çəkidədirsə və ümumi sağlam həyat tərzi sürürsə, bu faktorların təsiri daha böyük olacaq. Məhz buna görə sağlamlıq bir bütöv sistemdir. Tək bir vərdişə bağlanmaq düzgün deyil. Bir maraqlı fakt da var. Bəzi insanlar səhər su içdikdən sonra özlərini daha enerjili hiss etdiklərini deyirlər. Bu müəyyən qədər başa düşüləndir. Çünki gecə ərzində yaranan yüngül susuzluq aradan qalxır. Orqanizm maye balansını bərpa etməyə başlayır və insan özünü daha rahat hiss edə bilər. Amma bu təsirdə hər kəsdə eyni olmur. Bəziləri böyük fərq hiss edir. Bəziləri isə heç bir dəyişikliyi görmür. Bu tam normaldır. Bir şey də unutmayaq. Bəzi xəstəlikləri olan insanlarda maye qəbulu ilə bağlı xüsusi tövsiyələr ola bilər. Məsələn, bəzi ürək və ya böyrək problemlərində. Bu səbəbdən xüsusi sağlamlıq problemi olan insanlar öz həkimlərinin tövsiyələrinə əməl etməlidirlər. İndi isə başqa maraqlı suala keçək. Səhər yalnız su içmək kifayətdirmi? Yoxsa xüsusi içkilərə ehtiyac var? Son illərdə müxtəlif detoks içkiləri çox populyarlaşıb. Zəncəfil, limon, xiyar, müxtəlif bitkilər və bir çox başqa qarışıqlar. Amma sağlam insan üçün əksər hallarda adi su kifayət edir. Çünki orqanizmin əsas ehtiyacı mayedir və bunu qarşılamaq üçün bahalı içkilərə ehtiyac olmur. Növbəti hissədə isə bütün mövzunu yekunlaşdıracağıq. Səhər ac qarnına su içməklə bağlı ən böyük miflər hansılardır? Həqiqətən faydalı olan məqamlar nələrdir? Və bu videodan yadınızda qalmalı olan ən vacib fikir nə olmalıdır? Bütün bunlardan son hissədə danışacağıq. İndi isə gəlin, səhər ac qarnına su içməklə bağlı ən çox yayılan miflərə baxaq. Çünki bu mövzuda insanlar arasında çoxlu yanlış məlumatlar mövcuddur. Birinci mif. Səhər su içmək bədəni bütün toksinlərdən təmizləyir. Bu, sosial mediada ən çox rast gəlinən fikirlərdən biridir. Həqiqətdə isə bədənin əsas təmizləmə sistemi qaraciyər və böyrəklərdir. Onlar gecə-gündüz fasiləsiz işləyirlər. Su bu sistemlərin normal fəaliyyətinə kömək edir, amma xüsusi detoks effekti yaratmır. İkinci mif. Səhər ac qarnına su içən insanlar mütləq arıqlayır. Bu da tam doğru deyil. Su iştahını müəyyən qədər azalda bilər. Bəzi insanlarda daha az qida qəbuluna kömək edə bilər. Amma təkcə su içərək arıqlamaq mümkün deyil. Arıqlamağın əsas prinsipləri yenə də qidalanma və fiziki aktivlikdir. Üçüncü mif. Nə qədər çox su içsəm, bir o qədər faydalıdır. Bu yanaşma da düzgün deyil. Bədənə lazım olan miqdardan artıq su qəbul etmək hər zaman əlavə fayda vermir. Əsas məqsəd balansı qorumaqdır.
Dördüncü mif. Səhər yalnız limonlu su içmək lazımdır. Əslində, adi su da kifayət qədər faydalıdır. Limon əlavə etmək məcburi deyil. Əgər xoşunuza gəlirsə, istifadə edə bilərsiniz. Amma limonsuz su içmək heç də daha az faydalı demək deyil. Beşinci mif. Səhər su içməyən insan sağlam ola bilməz. Bu da doğru deyil. Səhər su içmək yaxşı vərdiş ola bilər. Amma sağlamlıq yalnız bir vərdişdən ibarət deyil. Düzgün qidalanma, normal yuxu, fiziki aktivlik, siqaretdən uzaq olmaq və ümumi həyat tərzi daha böyük rol oynayır. İndi isə vacib suala cavab verək. Səhər ac qarına su içmək həqiqətən faydalıdırmı? Qısa cavab: bəli, bir çox insan üçün faydalı ola bilər. Çünki gecə ərzində itirilən mayenin bərpasına kömək edir. Orqanizmin susuzluğunu azaldır. Bəzi insanlarda bağırsaq fəaliyyətini dəstəkləyə bilər və günə daha rahat başlamağa kömək edə bilər. Amma bunu möcüzə kimi təqdim etmək də düzgün deyil. Su faydalıdır, lakin bütün problemlərin həlli deyil. Bir şeyi də unutmayaq. Sağlamlıq kiçik vərdişlərin cəmindən yaranır. Bəzən insanlar yalnız bir üsula fokuslanırlar. Halbuki ümumi həyat tərzi daha vacibdir. Bir maraqlı fakt da var. Araşdırmalar göstərir ki, bir çox insan gün ərzində ehtiyacından az su qəbul edir. Məhz buna görə bəzi hallarda səhər su içmək ümumi maye balansını yaxşılaşdırmağa kömək edə bilər. Amma günün qalan hissəsində də maye qəbulunu unutmaq olmaz. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Səhər ac qarına su içmək faydalı bir vərdiş ola bilər. Amma bu möcüzə deyil. Detoks sirri deyil. Yağ əridən üsul deyil. Sadəcə, orqanizmin maye ehtiyacını qarşılamağa kömək edən sadə və faydalı bir vərdişdir. Ən təhlükəli yanaşma isə yenə budur. Bir üsul hər şeyi həll edəcək. Sağlamlıq bundan daha mürəkkəbdir və daha balanslı yanaşma tələb edir. Bir şeyi də unutmayın, məqsəd qorxmaq deyil, məqsəd məlumatlı olmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətli yanaşır və qərarlarını daha düzgün verir. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən sadə bir məlumat insanların illərlə inandığı yanlış fikirləri dəyişə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Ayaqlarınız tez yorulur. Səbəb yaş deyil. Ayaqlarda yorğunluq niyə yaranır? Qan dövranı bu prosesdə necə rol oynayır? Vitamin çatışmazlığı və damar problemləri səbəb ola bilərmi? Və hansı hallarda bu vəziyyət diqqət tələb edir? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.